Bugün sağlamlığımızla bağlı sualların cavabını təkcə həkimlərdə yox, süni intellekt vasitəsilə də axtarırıq. Allergiya, baş ağrısı, halsızlıq. Bir neçə saniyədə rəqəmsal həkim cavab verir. Məndə allergiya var idi. Ondan bəzi məsləhətlər aldım. Onun dediyi dərmanları aldım, istifadə elədim. Çox da yaxşı oldu. Amma qabaq bunun üçün hansısa bir həkimin qəbuluna gedirdim, allergoloqun yazılırdım, müəyyən qədər vəsait ödəyirdim. İndi bu daha asan və daha rahatdır. Həkimə müraciət etməlidir. Düzdür, süni intellekt inkişaf eləməlidir, müasir dövrdə yaşayırıq. Amma mən etibar eləmirəm. Tutaq ki, baş ağrısı olur. Deyir ki, bəs bunu belə etmək lazımdır. Mən də fikirləşirəm, həkimlə məsləhətləşirəm, deyir, o qətiyyən düzgün deyil. O sinir ağrısıdır. Tutaq ki, burada dərmana nəyəsə ehtiyac yoxdur. Göründüyü kimi, bəziləri həkimə getməzdən əvvəl simptomlarını süni intellektlə bölüşür. Bəziləri isə müalicəni belə ondan öyrənməyə çalışır. Bəs süni zəkanın yazdığı resept nə dərəcədə doğrudur? Sağlamlığımızı illərini elmə əsr etmiş həkimlərə deyil, bir algoritmə necə etibar edə bilərik? Mənfi tərəfləri daha çoxdur. Bəzən də çox təəssüflər olsun ki, insanlar artıq süni intellektdən şikayətini yazdığında, misal üçün, baş ağrısı yazır süni intellektdə, oradan cavab çıxır, misal üçün, beyin xərçəngi və ya da daha ağır xəstəlik var, belə deyə bilir. Bu da insanda öz üzvlüyündə birinci psixolojik olaraq ciddi problemlər gətirib çıxarır. Bir çox hallarda isə tövsiyə edə bilir ki, hansı dərmanların istifadə olmasındadır. Bu da əlbəttə ki, insan sağlamlığına mənfi təsir göstərə bilər. Və ən önəmlisi də süni intellektə biz müraciət etdiyimizdə bəzən dediyimiz kimi süni intellektin bizi yanlış yönləndirməsi sayəsində xəstəxanaya getmə müddətimizin gecikməsinə, xəstəliklərimizin daha da ağırlaşmasına, ilkin mərhələdə sadəcə bir dərmanla müalicə olunan xəstəliyin çox gec mərhələlərdə artıq həkimə müraciətinə gətirib çıxardır. Tibbi diaqnoz yalnız müayinə və laborator analizlərdən sonra qoyula bilər. Süni intellekt isə yalnız ona təqdim olunan məlumatlar əsasında ehtimallar irəli sürür. Bir tibbi xəstəliyi digər tibbi xəstəliyin əlamətlərinə oxşasın. Bu zaman süni intellekt bunları qarışdıra bilər. Süni intellektdə hətta çox qısa məlumat yox, həddindən artıq çox məlumat vermək lazımdır ki, o özlüyündə analiz apara bilsin. Yəni qısa məlumatlarla daha belə deyək də süni intellekt daha çox yayınmalara yol açır. Çünki o artıq analizini müəyyən bir qısa sual əsasında hazırlayır və başlayır o dolğun cavab verməyə çalışır. Amma bu zamanda özündən uydurmağa başlayır süni intellekt. Sağlamlıqla bağlı qərarlar mütləq həkim müayinəsi və məsləhəti əsasında verilməlidir. Əks halda cibimizdə daşıdığımız rəqəmsal həkim bizə kömək etməyə əvəzinə yanlış istiqamətə yönləndirə bilər.